Yəni bir adam homoseksualda özü bilər. Heç kimin də intim məsələsi və yaxud da yataq məsələsi heç kimin Mən buradan borcuna ona deyil. sual verirəm. Əgər sənin qızın, oğlun, sənin ailən özü bu yolu seçsələr bu yolu, homoseksual olsalar, kişi kişiyə getsə, qadın qadına getsə, başqasına getsə, sən deyəcəksən ki, mən ona qarışa bilmərəm, onun şəxsi işidir, mənim borcuma qalmayıb, belə bir şey ola bilər. Çünki sən deyirsən ki, mən evladlarımı buraxmışam necə? Özləri seçsinlər. Onların ixtiyarına buraxmışam, mühakimə etsinlər. Yaxşı, mühakimə etdi sənin oğlun və qızın, seçdi bu yolu. Sənin sözünlə olsa, sənin bu dəvətinlə olsa, Qurana müxalif olan dəvətin iyrənc, namuslara, qiriyyətlərə, vicdanlara, şəxsiyyətlərə müxalif olan bu iyrənc dəvətinlə olsa, o deməkdir ki, yəni özü bilər, nə olsun mənim oğlumdur, nə olsun ki mənim qızımdır. Allah ona seçim verib. O da bunu seçib, homoseksualdır qızım, bir şey olmaz. Oğlum homoseksualdır, bir şey olmaz. Mən buradan sənə sual verirəm. Qızıva, oğluva rəva bilirsən bunu? Yəni onlar bunu seçsələr, sən də razılaşacaqsan bununla.